Salam olsun əziz dostlarımıza və hünərmən qardaşlarımıza. در مورد ر مینور sual soruşmusunuz ki, pərdələr necə olur? Demişəm hardan biz bayat şiraz çalsaq, o pərdənin adını minor deyəcəyik. Bu yadınızda qalsın. Re minorda bəmsimi elə re köhləyin. Doğrusu biz sol minorda da re köhləyirik. Bayat şiraz çalanda redə, sol bayat şirazda bəmsimimizi re köhləyirik. Re minorda da elə re köhləyək. İndi re minorda biz nə mənələr çala bilirik? Əvvəldə səy eləyəcəm bayat şirazdan pərdələrini öncədən biləcək. Bəli, indi orada nə mənələr çala bilirik da tozih verim. Re minorda biz eləyə bilirik re segah çalaq. Rastın dilkeşin eləyə bilirik çalaq. Və bayatı kürt çala bilirik orada. Bəmsimimizdə re köhləmişik və eləyə bilirik biz orada lan bayat şiraz çalaq. Əlan diqqət edin, biz nə cür eləyə bilirik o pərdələri gözəl örgəşək. Bizə re minorda bir dana do diyez düşür, bir dana si bemol. Biz əvvəlin vəhlədə gələk bir dana lap sadə ahəngi çalaq ki, pərdələrinə müsəllət olaq. Məsələn, küçələrə su səpmişəm. Re minordan başlayıram, küçələrə su səpmişəmi çalam, gedəm bayat şiraza. Diqqət buyurun.